Dostlar, tibbdə ən trenddə olan sözlərdən biri ola bilər sözüdür. Doktor, buram ağrıyır. Ola bilsin mədədir, ola bilsin mədə-altı vəzidir, ola bilsin 12 barmaq bağırsağıdır. Doktor, köpüm var. Ola bilsin öd kisəsidir, ola bilsin mədə-altı vəzidir, ola bilsin nazik bağırsaqda problem var. Dostlar, tibbdə etiologiya deyilən bir termin var. Bu, səbəb deməkdir. Hər xəstəliyin etiologiyası var, yəni səbəbi. Hər xəstəliyin patogenezi var, yəni mexanizmi. Hər xəstəliyin klinik əlamətləri var, yəni klinikası. Hər xəstəliyin də müalicəsi sorulunur. Yəni mütləq bilinməlidir etiologiya, patogenez, klinika və sonra müalicə olunmalıdır. Səbəbi bilinmədən ola bilərlə müalicə etmək düzgün deyil. Ona görə həkimə gedəndə mütləq səbəbin soruşun. Köpünüz varsa müraciət eləmişsiniz həkimə, deyin, doktor, mənim köpümün səbəbi nədir? Qarnınız gedirsə, qarın getməklə müraciət etmişsiniz, soruşun, sual verin. Yoxsa soruşuram ki, qəbzliyin səbəbini bilirsən, deyir, yox, doktor dedi ki, indi hamıda qəbzlik var da. Xeyr, hamıda qəbz yoxdur, hamıda köp yoxdur, hamıda ağrı yoxdur. Ona görə səbəbi, düzgün diaqnoz qoyulduqdan sonra müalicə haqqında danışmaq olar. Təbii ki, qərar sizindir, mən yalnız məsləhət verirəm. Videonu sona qədər izlədinizsə, ekranda olan müsbət işarəsini sıxın, videonu paylaşın, çox sağ olun, minnətdaram.